Salam, xoş gördük hər birinizi. Bu günlər mən çox ləzzətli, çox dadlı meyvə şirniyyatı hazırlayacağım. Hazırlamağa keçmədən öncə kanalıma dəstək olmağı unutmayın. Videolarımı sonacan izləyib like etsəniz çox sevinərəm. İndi isə keçək hazırlanma qaydasına. Hazırlamaq üçün xəmir yoğuracağım qabın içərisinə 6 ədəd yumurta, 3 stəkan şəkər tozu əlavə edib mikserlə yaxşı-yaxşı qarışdırıram. Yumurta ilə şəkər tozu ağardı. İndi isə 300 qram otaq temperaturunda yumuşaldılmış çörək yağı, 500 qram xama, 1 bağlama vanil, 1 bağlama qabartma tozu, yarım çay qaşığı da soda əlavə edib təkrar qarışdırıram. Yağla xamanı da yaxşı qarışdırıb bitirdikdən sonra qarışana qədər, yetdiyi qədər un əlavə edib xəmirimi yoğurmaya başlayıram. Xəmir nə çox sərt xəmir olmalıdır, ümumiyyətlə sərt xəmir olmamalıdır. Yumuşaq, ələ yapışan xəmir olmalıdır ki, meyvə şirniyyatı hazırlayarkən içərisi həm çox bərk alınmasın, həm də üzəri çatlamasın bişərkən. Bunun üçün xəmirimiz yumuşaq, ələ yapışan xəmir olur. Gördüğünüz bu qaydada xəmir olur. Yəni əli yapışmandan heç narahat olmayın. Üzərinə bir salfan paket bağlayıb soyuducunun üst gözündə 2-3 saat ən azı gözlədəcəyik ki, xəmir özünü tutsun. Soyuducunun üst gözündə xəmiri 2-3 saat gözlətdikdən sonra çıxarıb qramlarla bölməyə başlayıram. Mən armudla şaftalını 50 qramdan, cavalı ilə limon isə 40 qramdan kündələrini hazırlayıram. Kündələrimi qramlarla böldükdən sonra əlimi bitki yağı ilə hər tərəfini yağlayıb başlayıram kündələrimi yuvarlaq hala gətirib. Kündələri yuvarlaq hala gətirdikdən sonra 20 dəqiqə üzərlərini örtürəm, 20 dəqiqə gözlədəcəm. Daha sonra isə forma verərək soba listinə yerləşdirəcəm. Gördüyünüz kimi ilk öncə şaftalı şirniyyatını hazırlayıram. Şaftalı şirniyyatını biraz iki növdə hazırlayacağım. Biraz biri ürək formasında, digəri isə yuvarlaq olan şaftalını hazırlayacağım. Şaftalı forması verdiyim xəmirləri bir kənarda gözlədib, indi isə armud formasına gətirirəm xəmirləri. Armud forması verdiyim xəmirləri də soba listinə yerləşdirəcəm. Armud formasını hazırlayıb bitirdikdən sonra cavalı ilə limon formasını hazırlayıram. Cavalı ilə limon formasını hazırlamaq üçün xəmiri gördüyünüz kimi uc hissələrini bu qaydada incəldib limon formasına, limon görünüşünü alındırırıq. Bu qaydada hazırlayıb soba listinə yerləşdirirəm hamısını. Xəmirlərimin hamısına forma verib bitirdikdən sonra öncədən isitdiyim sobada 140-150 dərəcədə 30 dəqiqə müddətində bişirirəm. Və artıq gördüyünüz kimi mənim şirniyyatlarım bişibdir. Çox gözəl, çox möhtəşəm alındı. Çatlamadan içərisi yumuşaq meyvə şirniyyatı alındı.
İndi isə soyduqdan sonra iç hissəsini bu cürünə çıxarıram. Bıçağın ucuz hissəsi ilə daha rahat alınır. Daha sonra isə qatılaşdırılmış südlə içərisini doldurub bir-birinə yapışdıracağam meyvə şirniyyatımın. Meyvə şirniyyatlarımı bu qaydada bir-birinə yapışdırdıqdan sonra ən azı 3-4 saat bu qaydada gözlətmək lazımdır. Dərhal boyalı suya əlavə edərsək, yəni içərisinə əlavə etdiyimiz qatılaşdırılmış süd yumşalıb, bir-birindən aralanıb qopa bilərlər. Bunun üçün 3-4 saat mütləq gözlətmək lazımdır. Meyvə şirniyyatlarımı 3-4 saat gözlətdikdən sonra gördüyünüz belə dərin qabların içərisində boya hazırlayacağam. Mən çiyələk rəngindən, portağal rəngi, limon rəngi, yaşıl alma, gördüyünüz kimi caval içində belə bir rəngdən istifadə edirəm. Qabların içərisinə əlavə edərək hərəsinin üzərinə yarım stəkan, 1 stəkan qədər ilə su əlavə edirəm. Yəni boyanızın miqdarına baxır suyu əlavə etmək. Yəni məndə daha çox boya əlavə etdiyim üçün suyu artıq da əlavə etdim. Yəni sizin boyanız az olarsa suyu biraz daha az əlavə edin boyanın üzərinə ki, istədiyiniz rəngi əldə edə bilərsiniz deyə. Artıq meyvə şirniyyatlarımı boyamağa başlayıram. İlk öncə şaftalını boyayacağam. 2 rəngli olan şaftalını hazırlayıram. 3 dəfə qırmızı boyaya batırıb çıxarıram. Daha sonra isə sarı tərəfində sarı boyaya batırıb çıxardıqdan sonra soba listinin içərisinə mətbəx kağızı yerləşdirib üzərinə düzməyə başlayıram. Hər meyvədən bir dənəsini hazırlayıb sizlər üçün göstərirəm ki, video daha uzun alınmasın, yorucu olmasın sizlər üçün. Limonumu sarı qida boyasına batırıb çıxardıqdan sonra bir ucunu, bir tərəfini yaşıl qida boyasına batırıram ki, daha da limona bənzəsin. Gördüyünüz kimi çox gözəl əsl limona bənzədi. Və onu da qeyd edim ki, hər dəfəsində əlimizi mütləq qida boyasına batdıqda mətbəx kağızı ilə silmək lazımdır ki, meyvə şirniyyatımızın rəngləri bir-birinə qarışmasın deyə, daha səliqəli alınsın deyə. Və şəkər tozuna batırmağa başlayıram. İlk öncə hansı şirniyyatı hazırlamışamsa qida boyasında o şirniyyatı şəkər tozu ilə batırmağa başlayıram hər tərəfini. Şirniyyatlarımın hamısını şəkər tozuna batırdıqdan sonra gördüyünüz bu qaydada yarpaq hazırlayıram. Bu yarpaqları gül dükanlarından əldə edə bilərsiniz. 2-2 yarpaq götürürəm. Yarpaqların öz budağından
çubuq hazırlayaraq üzərinə belə batırıb meyvə şirniyyatının üzərinə yerləşdirirəm. Həqiqətən də yarpaq əlavə etdikdən sonra möhtəşəm bir görünüş əldə etdim. Bütün şirniyyatlarımın üzərinə yarpaq əlavə edib bitirirəm. Və budur, mənim meyvə şirniyyatım artıq hazırdır. Gördüyünüz kimi gözəlliyi ilə, rəngi ilə könülləri xoş edən, dadı damaqlarda qalan meyvə şirniyyatı hazırladım. Əminəm ki, sizlər də bəyənib hazırlayacaqsınız. Və mənə dəstək olmağı unutmayın deyirəm. Mənə dəstək olmaq üçün kanalıma abunə olub, videolarımı sonacan izləmiş olsanız çox sevinərəm. Və videolarımı bəyənməsinizsə, bəyənmə tuşuna toxunaraq like edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşmək ümidi ilə hələlik.